Allah'ın sağlamı olsun herkesin üzerine. Amin. Çok vacip olanlardan bir ikisini sadalayayım. Ondan sonra daha da büyük denilen, daha da çok büyük problemleri yaratan əsas nüansa toxunun inşallah. İnşallah. Hani. Demək, biz danışanda məsələn mən o gün avtobusda gördüm. Bir qadın çox uzağındaydı, ürəkdəndəydi deyə diqqətimi cəlb elədi. Digər qadınlar dedi ki, sən Allah, sən Allah, sən Allah gəl mənimlə. Mən də bir dayanamadım, dedim, pis demədim də, kobud demədim. Amma dedim, sən Allah deməzlər. Məsəl üçün, sən Allah, belə deyəndə nə deyil, sən Allah. Nə deməkdir bu? Allah dedim, Allah xətrinə deyirlər də. Dedim, sən Allah deməzlər, dedim, Allah xətrinə deyirlər. Nəsə arvadına acığı gəldi, dedi, özüm bilirəm, məndən ağlı öyrətmə. Amma ki, əslində o, düzdür, bilməyərək elə bir böyük günah edirdi, sən Allah, kiməsə Allah deyirlər. Sonra, məsələn, məndə də var, onu tərkilə bilmirəm. Danışanda, məsələn, bir uşağı görürük, deyirik, ay ailəyə pişiyi görürüm, deyim, ay ailə. Birinci bu Allahın adını çəkəndə, Allah elə bitər demək olmaz da, Allahımız buyurur ki, yəni Allahın əzəmətindən çəkinmək lazımdır. Sonra, həm də o sözü deyəndə, ay ailə deyəndə, heç biz bilmirik ki, Allah adı çəkilir. Elə bir ki, danışığımızda belə böyük günahlar var. Mən də tərcih edə bilməm, və tez-tez ağzından çıxır, sonra tövbə edirəm deyəndən sonra öyrəşmişik də, yəni. Nəysə, Mələk, bu ayələri yazma sağ bilsəydim, nə istəyəm nə istəyəm deyən sənsən, Mələk, yox. Yenə o meşət edirəm, Deməli, cinlər, nə istəyəm deyən, İndi bir dənə söz deyim də, mən belə danışıq video paylaşanda götürmüşlər, indi o videolar silinib Əhmədovadan, bilməm kim silib, mən əşdağı atmışlar, gəldim gördüm silinib. Bütün nə qədər videolar var idi. Elədir ki, bu nəsə videolar vardı, sonra silinib, bildirim, sonra qovulmuş şeytanla Allah'a sığınırım. Bismillahirrahmanirrahim. Allah'ım şeytanların vəsvəsələrini sənə pənah aparıram Allah'ım. Onların yanında olmalarına, işlərini xalal qatmalarına sənə sığınırım Allah'ım. Bunlar da Quran ayələrdir. Yəni Allah'ımız buyurur, vəsvəsə gəlməni demək lazımdır. Mən elə bir danışmaq istəyirəm, amma mən istəyirdim, mənə ağırlıq gəlirdi. Yəni vəsvəsələr, hələ gələ də bilər danışır. Yəni cinlər vəsvəsə verir, cin şeytanlar. Mənim cinlərlə də dostluq eləmək olmaz, cin şeytanla da, bu da Quran ayəsindədir. Mələklər ilahlaşdırmaq olmaz. Qoy mən veririk də, mən deyim, deməyə çalışım. Yaxşı deyə bilməzsəm necə, çünki sənə meşat edəcəklər. Cin şeytanla meşat edəcək, danışdıqda danışa bilməyəsən, nəysə, başda cəhd elə kim yığa bilər, yığar. Adda burada da olsa, nə olsa demir. Məsələn, yazında qalanlardan deyim, məsələn, mən mələklərlə danışıram, mələklərlə dostluq haqqında ayə var. Allahımız Quranda buyurur,
dünyada və axirətdə dostlarınızı deyəcəklər mələklər. Elə ölüm zamanı isə o amma mələklərin dostluğu, mələklərlə dostluq edən psixiatrda da psixiatriya, daha doğrusu qadınlar görmüşəm. Sonra din şeytanlarla dostluq eləyənlər, mömin dinlərlə dostluq eləyənlər. Yəni, o barədə ayələr Zapsi adlı bölmədə, burada kanalda. Amma qızımda Zapsi yazılmıyor kanalında. Başqa söz yazılıb. Məsələn, yazılıb videolar, playlistlər, sonra ən axırdadır onda. Məndə də ən axırdadır, Zapsidir. Onda başqa söz yazılıb. İndi tərcümədir, yəqin başqa dildə yazılır, ya nədir? Başqa cür ifadə edilir, nədir? Axır ki, açıb, o knopkaları bir açıb, tapa bilənə qədər inşallah vacibdir. Çünki ayələri orada Zapsi adlı bölməndə mənim kompüterimdə paylaşım. Ki, görürsünüz, bir şey çox deyil. Vəsvəsə verilirsin, ağırlıq verilir, deyəmir. Əslində, bir qadın yazmış üstdən fikri toplaya bilmirsə, amma fikri toplamaq, fikri toplamamaq yoxdur məndə, nədir mən? Elə bil, baba dəqiq mənə eşit edir, nədir bə, deyən, sən deyirdin, düzdür, yəni ki, qoymayacaqlar, amma sən çalış deməyi, davay. Bu da mömin ciniydi deyən, sən deyirdin mənə, mən hiss edirəm, yəni başa düşürəm, deyərlər, o ayələrin ruh haqqında, vəhlər, Allahın Peyğəmbərlərdən başqalarından da vəhlərlə danışmağı barədə də, sonra mələklər və dinlərin təsiri haqqında da ayələrin bir neçəsini yığıb paylaşmışam. Yəni, o bir A4-sə idi, onu belə deyək ki, A4-də çıxardıram onu. Nə demək istəyir? Yəni ki, Facebookda gül şəkillə olur, ayrı-ayrı elə yox. Paylaşmışsan necə? Açsalar, baxacaqlar da o, görəcəklər, orada yazmışım, yuxarıda nə yazmışsan? Bu ayələri bilib araşdırmadan, araşdırıb başa düşmədən özünü və ətrafındakıları düzgün dərk edə bilməzsən. Sonra, məsəl üçün, mən mələklərlə hamısını danışamayasın, sevim. Qoymayacaq mələklərlə, qoymayacaq dinlər. İki yerinə qalır. Gedib özləri araşdırsınlar da ayələri. Ayələrdə var da, cinlər necə cilinir, təsir edir, cürbəcür formalardır. İnsan bunu nəyə görə deyildir? Nə istəyirəm ki, zəhrimə qoymayacaq, amma çalış deməyə sonra çıxar. Nəysə adım, söndür. Çox uzatma, yoruculuk. Bunu da deyim, Bismillahirrahmanirrahim. Deyil. Məsəl üçün, adamlar var ki, evində biri danışırsa, atırlar dəlxə psixiatriya. Çox adamlar var. Psixiatriya bastırılmışlar da var. Yəni, zalimların şübhəsindən. Qardaşıdır, atasıdır, nədir, anası öldü mü, atırlar onlar. Yəni, görsən, pulları yoxdur. Nəsə, cürbəcür atırırlar. Qardaş da evlənir, bacının üzrə istəmir. Cürbəcür adam şeylər görmüşəm orada. Yəni, bastırılanlar bildi sonra. Elman dilindən desək də, bastıracam deyil. Sonra, bir də var, nə bildik, cinlərlə danışan, mələklərlə danışan. Sonra, cin şeytanlarla, yaxud da ki, mömin cinlərlə, məsəl üçün, illərlə, onu demişəm o bir videoda. Polislərə ait videomda demişəm.
Mələsən deyildin, hə, bunu yorucu olur ama seni kısa. Yəni ki, araşdırsalar biləcəklər. Yəni elə adamları o ayələri Qurandan bilirsə, davay nə deməksin, axırın cümlədinə. Onlardan qorxmasınlar, amma cin şeytanlara uyanlar, onlar uyanda o təhlükəlidir. Çünki nə yəni məştəqalara atmasınlar da, yəni onları bəyənmirlər onlar əcəb. Bir otaqlı evdir, versinlər, o gelib orada yaşayacaq. Məsələn, mən mələklə danışım, bəxtim gətirib ki, yanında adam yaşanır da. Nədir, müddətdir ki? Yəni, qızımın yanında danışmışdım bir dəfə, mamamın da yanında. Qızım qorxmuşdu. Belə qışqırdı üstüne ki, mənim psixologiyam götürmür, mənim yanında danışma. Ondan sonra danışmadıq mələklə. Yəni ki, onları istəyirsən ki, məştağı yatmasınlar da. Niyə? Çünki 15 ildir mən orada gedib gəlmişəm, daha doğrusu aparıblar, sağlıblar, adında nəysə, nəyə görəndimi sonra. Mən orada 15 il qabaq, yəni 5 il qabaq, 10 il qabaq atılmış və indiyə qədər orada qalan ömürlük hətta saxlayacaqlar deyirəm. Adamların narkotikin bacısı olan, belə deyirəm. Yəni, hər şey cüt-cüt yaradılıb, narkotik demə pis olan bir şey. O psixatrik dərmanlarını orada əziyyət çəkir. Amma heç bir düzəliş olmayan, yəni eləcə də qalsa da ağırlaşır. Adamları tanıyırım, şahidiyəm, Allahın şahidliyi ilə deyirəm. Amma psixiatrlar onları güya müalicə edir. Nəysə, sonra yoxdan müalicə bildikdə zalimdir onları. Nəysə, o əclaflar psixiatrları ilahiləşdirməyin, ilahlaşdırırsınız onları. Psixiatr nə yiyəcək? Cini çıxardacaq, özü onlar bir boyunlarına almırlar ki, cindir, bu danışan yollarla adlandırırlar ki, mənim şizofreniya nə bilməm. Məsələn, şizofreniya sözünün mənası izahlı lüğətdə yazıldı. Şizofreniya sözünün mənası izahlı lüğətdə, o bastan nədir izahlı lüğətində istəyirsən ki, belədir, şizofreniya sözünün mənası, qoy yazsınlar, baxsınlar da. Qoy mən deyim, uzatmayın, yox. Nə qoymuş, yox, yorucu oldu. Yəni, bir dənə də axırın cümləndiyini söz deyil, qutarım, Yəni ki, bir var adamı öldürərlər, bu böyük günahda bir günahsız adamı öldürmək üçün dünyanı öldürmək qədər bir böyük günahdır. Quran ayəsi. Bir adamı diriltməkdə bütün dünyanı diriltmək qədər savab. Diriltmək, yəni ki, bildikdə diriltməyə gətirin sonra. Yəni ki, bildimdə məhrulanıb qutarın, bildim, zəhlimi bildim. Nəysə, qoymayacaq, amma çalış demək. Bildim, zəhlimi bildim. Ona reaksiya vermir. Mən reaksiya vermirəm. Zəhrimar ana. Yaşda söndür, deyə bilməyəcək. Azdan sonra mənəm söndür. Araşdıran, baxacaq, biləcək, adamını da atmayacaq. Psixiatrlar da ilahiləşdirməsinlər. Psixiatrlar Allah deyil ki, cini, ya mələyi, ya necəsə həll edib, yaxud. Bir dənə onu da deyinə, Bəqərə surəsi 259-cu ayə orada Allah Teala gelib oxusun edər, söndür. Şükürmə, mənəm söndür. Sən mələk,